Salam dostlar, axşamınız xeyir olsun. Mən dostlar Tərtər zərər çəkmişi Ağayev Vasif Vahidoğlu. Dostlar, mən bu videonu çəkib telefonu qoyub qabağıma çəkməyimin məqsədi dostlar, məni bu Maliyyə Nazirliyi məni çox incidir. Bu məhkəmələr bizi çox incidir. Bu Maliyyə Naziri demək istəyirəm buradan. Sahil Babayev, sənin məqsədin nədir? Bu Tərtər hadisəsində zərər çəkmiş şəxsləri, bu dövlət bu təzminatı kəsibdə bunlara nə verib? İndi kəsilən təzminata azdır, qane eləmir bizləri. Amma ki, nə qədər olmasa bunu kəsibdə, dövlət kəsib bu təzminatı. Sən niyə vermirsən? Sənin qarnının ağrısı nədir? Ki, götürüb verirsən oradan apellyasiya, oradan nə bilim ali məhkəməyə. Bax, niyə vermirsən də bu Sahil Babayev? Bax, bu təzminatları niyə vermirsən? Qaldırırsan məhkəmədən məhkəməyə. Onsuz da görürsən də mənim vəziyyətimi. Dostlar, bir baxın da mənim vəziyyətimə baxın da. Görün mən nə gündəyəm. Bugün mən o qədər əsəb keçirmişəm ki, 3 gün, 4 gün bundan qabaq, prezident aparaturasına kimi qəbula getmişəm. Prezident aparaturasına. Demişəm ki, mənim səsimi Ali Baş Komandana, cənab prezidentə çatırın. Mənim günü-gündən sağlamlığım itir. Müalicəyə ehtiyacım var. Bu cənab prezidentə deyin ki, bu Sahil Babayevə tapşırsın ki, Maliyyə Naziri. Götürüb məni verib apellyasiya məhkəməsinə. Maliyyə Naziri. Xahiş də elədim. Dedim ki, mənim günü-gündən vəziyyətimi görürsünüz. Məni qəbul edən adam da məni gördü vəziyyətimi. Dedim ki, mənim görün günüm nədir? Mənim müalicəyə ehtiyacım var. Mən Allahın bir stəkan suyunu içəmirəm. Mənə zəhər olur, zəhqutun olur. Xahiş də elədim hətta. Bunlar bunu bizim məcbur eləyir ki, telefon qoyun qabağınıza, çəkiliş eləyin. Millətə, xalqım bilsin ki, sizə nə zulümlər veriblər. Ay Sahil Babayev, qarnının ağrısı nədir? Yenə deyirəm. Niyə bu zərər çəkənləri canın boğazına yığmışsan? Bunu verib də apellyasiya. Niyə ödəmirsən ki? Kəsilir də məhkəmələr gəldə, kəsilir də. İndi nə qədər olmasa o 42.295 manat mənim bu bir qolumun əsməsinə dəymir. Başa düşsünüz? Hə. Bax, bunu niyə vermirsiniz də? Bu qarnınızın azarı nədir? Niyə vermişsiniz bu cəmaət təzminatını? Bizlər də müalicəyə gedək, ehtiyaclarımızı ödəyək. Dostlar, 3 gün bundan qabaq, 3-4 gün bundan qabaq, paşdı bir həftə deyək. Bir həftə bundan qabaq getdim prezident aparaturasına. Getdim baş prokurorluğa, Qasım Məmmədovun yanına. Dedim ki, Qasım müəllim, mənim yəni müalicəyə ehtiyacım var da, bilirəm ki, serona bu 42.295 manat azdır. Mənim bu vəziyyətimə azdır. Heç mənə 42 milyon da belə versələr, mənə yenə də azdır. Mənim orada şərəfimi, ləyaqətimi alçaldıblar. Heç ona dəymir. Yenə də bu dövlətimiz bunu kəsib də bizə bu təzminatı. Bizi sağa sola Maliyyə Naziri fırladır. Oradan da sonra səhərdə getdim prezident aparaturasına. Niyə bizi incidirsiniz? Niyə bizi çöllərə salırsınız? Bizim vəziyyətimi görürsəniz də. Xahiş edirəm buradan. Cənab prezident, bu tulaları çağır ki, bizi az Tərtər hadisələrində işgəncə veriblər. Az işgəncə görmüşük. Bir tərəfdən də bu tulalar bizi aşağı get-gələ salıb bizi süründürürlər. Cənab prezident, bizi bunlar çox Tərtər hadisəsindən betər eləyirlər, get-gələ salırlar. İndi məni Maliyyə Naziri götürüb verib apellyasiya. Apellyasiyada 2 aydan sonra, 2 aydan 7-ci ayın 18-inə vaxt təyin edib. Xahiş edirəm, dostlar, bunu bəyənin, paylaşın, qoputun xalqımın, millətimin xəbəri olsun. Gör mən nə gündəyəm, mənə kəsilən 42.295 manatı, 42.295 manatı. Gör onlar mənə elə bilən ki, bir tula payı veriblər o pulu, tula payı.
onu da verməklərinə qarınları ağrıyır, vermirlər.